5.30, 5.40, 10.40 və digər olacaq bu rəqəmlər. Nə deməkdir? Avtomobildə yağ dəyişmə zamanı nə rol oynayır? Cavab: bunlar yağın müxtəlif temperatur şəraitində özüllülük xüsusiyyətlərini göstərir. Məsələn, 5.30 soyuq havadakı axıcılıq xüsusiyyətidir. 5.30 isə mühərrikin iş temperaturunda yaxın şəraitdə özüllüyünə aiddir. Avtomobildə kilometraja əsasən olaraq, yol qədrinə əsasən olaraq, hava şəraitinə əsasən olaraq bunlar hansı yağları dəyişməlidir, istifadə olunmalıdır? Zəhmət olmasa bu barədə. Bax, 5.30-dur, 0.20-dir, 0.30-dur, 5.30-dur, 5.40-dır, 10.40-dır. Bu 40, 30, 20. Bu yağın 100 dərəcədə kinematik özüllüyünü göstərir. 100 dərəcədə. Yəni avtomobil qızanda artıq bu yağın özüllüyü. Bu da SAE standartlarına görə təyin olan özüllükdür və hər birinin başlanğıc və qurtarmaq özüllük standartları var. Məsələn, 5.30 dedim ki, 9,3-də başlayır, 12,3-də qurtarır. 12,3-dən başlayır, 5.40, 16 yarımda qurtarır. 16 yarımdan sonra 5.50 başlayır. Bu yağın özüllük SAE standartının təyin elədiyi özüllük standartları var. Siz dediyiniz o 5 W winter deməkdir. Yəni qış. 5 yağın dinamik özüllüyünü göstərir. Bir var yağlarda dinamik özüllük, bir də var kinematik özüllük. Dinamik özüllük yağın donma dərəcəsi. Məsələn, 5W-ya başlayan bir özüllük minus 35 dərəcəyə qədər yağın donma dərəcəsidir. Yəni minus 35 dərəcədə bu yağ qatılaşmır. Amma siz onun 5-i çıxardıb 0 qoyanda ora 0.30 artıq bunun donmaya qarşı müqaviməti yüksəlir. Yəni 0.30-ların donma dərəcəsi minus 35-də yox, artıq minus 45, minus 50, minus 60 dərəcəyə qədər yağın tərkibinin vurulan full sintetik PAO-nun miqdarına görə, yəni 4-cü qrupun miqdarına görə artır. Yəni bu sürtçü yağları sahəsi bir elmdir. Yəni burada elə belə baxdın ki, hə bu 5.30-dur, 5.30, 5.30, 5.40 bu yağın özüllüyüdür. Məsələn, çox ustalar elə bilir ki, 5.40 ilə 10.40 eyni 10.40 5.40-dan qatıdır. Amma elə deyil. 0.40, 5.40, 10.40 bunların kinematik özüllüyü, 100 dərəcədə özüllük eynidir. Hər biri başlayır 12,5-dən 16,3-də qutarır. Yəni bu standart şeyində yağ istehsalçıları 40 özüllüyünü istehsal edir. Amma 10.40, axırını indi o tərəfə baxırıq, 10.40 yarım sintetik olduğuna görə onun donma dərəcəsi minus 25 dərəcəyə qədərdir. Maksimum minus 30 dərəcəyə qədərdir. Amma 5.40-lar sintetikdir. 0.40-lar full sintetikdir. Yəni, baxırsanız ki, 40 özüllükləri eynidir, amma yağların tərkibi fərqlidir. 10.40 yarım sintetik, 5.40 sintetik, 0.40 full sintetik. Burada demək ki, özüllük eynidir, amma tərkiblər fərqlidir. Yağ mineral olduğuna görə dəyişir bunlar. Mütləq. Məsələn, full sintetik yağın mühərrikdə işləmə saatı 400 saatdan yuxarıdır. Yağın tərkibinin vurulan PAO miqdarının və esterin miqdarına görədir. Məsələn, ən minimal 400 motosaat. Amma 5.40-lar bu, məsələn, 300 motosaatdır. 10.40-lar 200 motosaatdır. Yarım sintetik olduğuna görə.